İstanbulda yaşayan varlı iş adamının qızı tanınmış Leyla Mizrahi evində ölü tapılıb. Manşet az Millaza istinadən xəbər verir ki, hadisə ailəsi və yaxın çevrəsində böyük sarsıntı yaradıb. İlkin araşdırmalardan sonra prokurorluq ölümün ürək tutması nəticəsində baş verdiyini açıqlayıb. Bildirilir ki, Leyla Mizrahi təxminən 6 ay əvvəl ana olmuşdu. Qeyd edək ki, Mizrahi 2022-ci ildə Rəhmi Koç muzeyində keçirilən mərasimlə Ralfi Mizrahi ilə ailə həyatı qurmuşdu. Mərhumun dəfn mərasimi sabah günorta namazından sonra Leventdə yerləşən Barbaris Hayrettin Paşa məscidində keçiriləcək. Daha sonra Ayazağa qəbristanlığında torpağa tapşırılacaq. Allah rəhmət eləsin.